Salam olsun Mitsubishi sürənlərə və Mitsubishi L200 həvəskarları. Mitsubishi L200 2019 avtomat qarabqa. Qardaş yaxınlaşıb farsunkaların sökmüşü yuduzlamaq üçün iç remenləri dəyişiləcək. İç remeni vaxtından keçmiş üçün fikir versiniz, balans remeni qırılıbdır. Balans remeni qırılanda da keçirib böyük remenin arasına, böyük remeni də qırır. Onda da məcburdur qalovka sıxa, ya motor sökülə, ona görə də pis vəziyyətə qoyur. Bunun üçün nə etmək lazımdır? Vaxtı-vaxtında remeni dəyişmək lazımdır. Maşına qulluq eləmək lazımdır. Sonra keçdik buradan. YG-ri yuyulacaq. YG-ri pis gündədir. Bir şey verirsiniz. Gördüyünüz kimi. Hamısı yürü təmizlənib inşallah. Yəsinə təhvil veriləcək. Xeyirli olsun sahibinə. Diqqətiniz üçün təşəkkür edirəm.